Esselamu Aleyküm ve Rahmetullah. Bir sahne var, onu bütövlüklə sizin üçün verəcəm inşallah. Deməli, izləyirik. Ver bana. Gel. Sen Allah gel. Ben ölüm gel. Gelmedi. Niye? Sen Allah ben ölüme bakma. Hep Bir təlixə fokusyordur. Yani İranda Şiələrin içərisində bir səhnə göstərir. Amma burada bir diqqət edici bir yer var. Mən belə paylaşım etdim onu bütöv olaraq. Amma indi isə yenə də paylaşım eləyəcəm. Su, yani gəlsin deyənə sən Allah gəl, mən ölüm gəl. Bu iki şeye baxmadı, amma İmam Hüseynin adını çəkərək bu suyu güya ki gəldi. Yani güya ki Allah'a təslim olmadı, Allah'a tabi olmadı, amma İmam Hüseynə tabi olub bu su istənilən yerdən gəldi. Bu günləri 99% şiələrin ibadəti Əhl-i Beytdən keçər. Yəni duada Əhl-i Beyt, namazda Əhl-i Beyt, kəlmə şəhadətdə Əhl-i Beyt, geyinəndə Əhl-i Beyt, içəndə ya Zəhra, ya İmam Hüseyin, mən nə bilim belə, yəni Allah axırıncıdır da, axırıncıdır. Biz bunu, yəni şiələrin içində qalaraq biz bunu görürük. Aydındır. Allah Muhammed, ya Əli. Yəni bir yol gedəndə, bir nəsə iş görəndə çağırırlar köməyə. Allah Muhammed, ya Əli. Ya söz hardadır? Allahın qabağında yox, Muhammedin qabağında yox. Nəyin qabağında? Əlinin qabağında. Yəni burada Allah Muhammed çağırılmır, çağırmırlar, ya Əli. Yəni Allah Muhammed, ya Əli. Yəni biz bunları görə gəlirik. Bunun içində böyümüşük, özümüzdə şey olmuşuq. Yəni ümumi olaraq gəlmək istəyirəm ki, bu filmə yenə deyirəm, axıra ki baxarsınız, Allahı alçaldır bu din. Bəli, Allah'a şükürlər olsun ki, çoxlu şeylər var ki, bunları bilərək bu şiəlikdən, bu fikirdən dönə artıq Müslüman olurlar. Artıq Quran və Əhl-i Beytin nətər olduğunu həqiqi mənada, necəliyi nətər olduğuna şəhadət edərək şiəliyi təhvil verirlər, arxada buraxırlar və doğru olacaq bir dinə gəlirlər. Və özləri də həqiqətən fikirləşirlər ki, mən elə ibadət eləyirəm, doğru bir ibadət eləyim də. Niyə mən yanlış belə ibadət eləyim? Bu filmə baxın və paylaşım eləyin. Esselamu Aleyküm və Rahmetullah. Bir dənə də bunu deyim. Deməli, Xristiyan və Müslüman qonşu olur. Deməli, bir Müslümanın belə deyək, başı ağrıyır. Gəlir Xristiyanın qapısını döyür ki, bəs mənə dərman ver də, mənim başım ağrıyır. Xristiyan fikirləşir ki, bunu necə xristiyanlığa dəvət eləsin? Deyir, elə ki, baş ağrıb dərman istəyir. Amma bu xristiyan buna qarnı ağrı dərmanı verir. Deyir, bunu içəndə denə Allahın adı ilə. Atır, baş ağrı keçmir. Çünki buna baş ağrıyır axı, amma buna əslində qarın ağrısı olaraq dərman verir. Sonra bu deyir, bəs ağrı kəsmədi də, bəs məndə. Bu xristiyan təzədən buna bir dərman verir, boğaz dərmanı. Deyir, ala bunu Muhammedin adıyla at, kəsəcək. Atır, kəsmir. İndi baş ağrıyır axı bu müsəlmanın. Buna həqiqətən də baş ağrı dərmanı verir. Deyir, yaxşı, bax görsən, Allahın adıyla atdın, kəsmədi. Muhammedin adıyla atdın, kəsmədi. Ala bu dərmanı İsa'nın adıyla at. Biz xristiyanlar həmişə İsa'nı deyib çağırırıq. Ala bu baş ağrını İsa'nın adıyla at. O da həqiqətən o xristiyan da baş ağrı dərmanını baş ağrı olaraq dərman vermişdi. Verir, atır, o müsəlman ayır ki, doğrudan mən Allahın adıyla attım, Muhammedin adıyla attım, kəsmədi, amma İsa'nın adıyla attım, kəsdi. Mən bugündən xristiyan oldum. Bu günləri həqiqətən də insanlar öz dinlərinin zəif olduğunu görür, şahid olur. Şiəlikdən
o qədər əhl-i sünnətə, o qədər müsəlmançılığa axın olduğuna görə belə komplelər, belə ucuz qiymətə gedəcək bir komplelər hazırlaşdırırlar, hazır edirlər. Allahın dinində elmli və ağıl sahibləri olar. Abunə olun və paylaşım edin. Esselamu aleyküm və rəhmətullah. Suyu ver mənə. Gəl. Sən Allah gəl. Mən ölüm gəl. Gəlmədi. Niyə? Sən Allah mən ölümə baxmaz. Hər kim istər. Bu ruznaməni belə əyər. Su tökülə yerə. Gözünlə görəsən, inanasan. Hər kim istər görə ürəkdən desin ya Hüseyin. Ya Hüseyin. Adı var qurban ya Hüseyin. Budur baba. Abisi, indi bax ora. İndi bax ora. Bax gör asmanla su tökülə yerə. Gözünlə görəsən, inanasan. Hər kim istər görə ürəkdən desin ya Hüseyin. Ya Hüseyin. Adı var qurban ya Hüseyin. Budur baba. Suyu ver mənə. Gəl. Sən Allah gəl. Mən ölüm gəl. Gəlmədi. Niyə? Sən Allah mən ölümə baxmaz. Kuş yoktu bak. Ya Ali Medad. Ali. Dur bak. Gel bak. Toşlu sahne burada yerimez bak. Bu da bak. Bu ne menadır? Bu bir tane kuş. Alan kanat salata bak. Söz danışmıram. Emel sen. Gör düzdür. Suyu ver bana. Gel. Sen Allah gel. Ben ölüm gel. Gelmedi. Niye? Sen Allah ben ölüme bakmaz. Hər kim istər. Bu ruznaməni belə əyər. Su tökülə yerə. Gözünlə görəsən, inanasan. Hər kim istər görə ürəkdən desin ya Hüseyin. Ya Hüseyin. Adı var qurban ya Hüseyin. Budur baba. Abisi, indi bax ora. İndi bax ora. Bax gör asmanla. O ne danışır? Bir şey başa düşürsən? Sarsaqlayırdı. Dəlidir də. Dəlidir. Bəli. Özü də lab zırlamasından. Vay.